Salam uşaqlar, hər vaxtınız xeyir. Bizim bugünkü mövzumuz informatika 2-ci sinifdən səhifə 42 sual və tapşırıqların izahı olacaq. Gəlin tezliklə bu testin və sualların izahına baxaq. Alqoritmdə addımların ardıcıllığı dəyişərsə, nəticə də dəyişərmi? Fikrinizi nümunələrlə əsaslandırın. Bəli uşaqlar, alqoritmdə addımların ardıcıllığı dəyişsə, nəticə dəyişər. Məsələn, hər hansısa bir yemək bişiririk, düzdür. Yemək bişirdiyimiz zaman birinci neyini yərik? Tabanı ocağa qoyarıq, düzdür. Sonra yağı tökərik. Yağ biraz isinər, sonra ləvazimatları tökərik, müəyyən qidaları, sonra o bişər, qızarar, məsələn bişər və s. Sonra biz onu götürürük. Amma təsəvvür edin ki, birinci yağı deyil də, birinci tavanı qoyuruq və birbaşa ərzaqları tökürük və ərzaqların dibi yanır. Dibi yanandan qapqara olduqdan sonra biz yağ tökürük. Sizcə bu belə bir şey ola bilərmi? Yəni belə bir hal olsa nəticə dəyişər, hətta bəlkə də nəticə bərbad bir sonluqla yekunlaşa bilər. Bəli, alqoritmin ardıcıllığı dəyişər, yəni nəticəsi dəyişər və pis bir vəziyyətə qədər gəlib çıxar. Sual 2. Hansı alqoritm deyil? Tortun bişirilmə qaydası, məsələnin həlli, dərs cədvəli, televizoru işləmək haqqında təlimat. Tortun bişirilmə qaydası alqoritmdir. Televizorun işlətmək haqqında təlimat, bu da alqoritmdir. Məsələnin həlli, bu da alqoritmdir. Amma dərs cədvəli alqoritm deyil. Dərs cədvəli sadə, sxematik bir mövzu və informasiyadır. Başqa heç bir şey deyil. İxtiyari alqoritmin düzgünlüyünü necə bilmək olar? Alqoritmi başdan sona da etsək eyni nəticəni almalıyıq. Sondan axıra da belə deyim də uşaqlar, məsələn 1 + 2 bərabərdir 3 eləyir, düzdür? Biz bunu belə deyim də, gəlin belə göstərim. Məsələn 1 + 2 + 3 belə 6 yazdıq, düzdürmü? Aha, indi biz bunu əksi istiqamətdə tərsini eləsək yoxlaya bilərik. Məsələn, gəlin baxaq. 6 çıxılsın 3 çıxılsın 2 çıxılsın 1. Əgər cavab 0 qalırsa, yəni heç bir şey qalmırsa, alqoritm düzdür. Gəlin baxaq. 6-dan 3'ü çıxdım 3, 3-dən 2'ni çıxdım 1, 1-dən 1'i çıxdım 0. Deməli, bu alqoritmi bu cür elədik. Aşağıya düşdükdə isə buradan bu cür elədik də uşaqlar. Baxın, bir də belə yolla yoxladıq. Aşağı düşdükdə də belə bir üsulla. Yəni, alqoritmin tərsini tətbiq edərək onun düzgünlüyünü yoxlaya bilərik. Bu qısaca belə. Aşağıdakı obyektlərdən hansını icraçı adlandırmaq olmaz? İcraçı kimlər idi? İnsanlar, heyvanlar, robotlar və s. Hərəkət edə bilməyən heç bir şey icraçı ola bilməz. Burada hərəkət etməyən hansıdır? Samalyot hərəkət eləyə bilir, meymun hərəkət eləyə bilir, aşpaz hərəkət eləyə bilir, amma stul hərəkət eləyə bilmir. Deməli, bu icraçı ola bilməz. Belə. Sual 5. Xətlər üzrə hərəkət etməklə gizli sözü oxuyun. Gəlin görək, nə var? Mən indidən tapdım, amma yenə də eləyirəm. A, L, Q, O, R, I, T, M. Alqoritm olmuş oldu. 6-cı sual. Doğru fikirləri yalan, yalan fikirləri isə doğru edin. 8 + bərabərdir 25. Bu düzdür. İndi biz bunu yazırıq. 8 + məsələn 17 bərabərdir 23 yazırıq məsələn bunu. Bunu yanlış yazdık. Bütün cümlələr 2 sözdən ibarətdir. Bu yalandır. Bunu belə düzəldə bilərik. Bütün cümlələr sözlərdən ibarət olur deyə bilərik. Balina quruda yaşayır. Bu yanlışdır.
Ona görə düzəldəcəyik. Balina suda yaşayır. Olacaq. Kağızı qayçı ilə yapışdırırlar. Kağızı yapışdırıcı ilə, yəni kley ilə yapışdırırlar. Belə. Aha. Sxema baxın, canavar və keçinin əlamətlərini söyləyin. Canlı. Heyvan, quş, balıq. Onlar ev və vəhşi heyvanlarına bölünür. Gəlin baxaq. Keçi nədir? Ev heyvanı. Canavar nədir? Vəhşi heyvandır. Quruda yaşayır. Hər ikisi. Yırtıcıdır canavar. Ot yeyəndir keçi. Deməli, keçi canlıdır. Ev heyvanıdır. Canlıdır, heyvandır, ev heyvanıdır. Quruda yaşayır, ot yeyəndir. Canavar canlıdır, heyvandır, vəhşidir, quruda yaşayır, yırtıcıdır. Belə. Suallarımız bu qədər uşaqlar. Bugünlük bu qədər. Ümid edirəm dərsimizi bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Sonda kanala abunə olmağı və dəstək olmağı da unutmayın. Hələlik.